Qutuda 5 A hərfi var. A hərfinin sayı 5 dənədir. N hərfinin sayı 6 dənədir. Deyir ki, təsadüfən 1 olmaqla ardıcıl olaraq cəmi 3 hərf seçilir və hərflərin çıxarıldığı ardıcıllıqla ana sözünün yazısının alınması hadisəsinin ehtimalı. Birinci nə olmalıdır? Bax, 3 dənə hərf çıxardırıq ardıcıl. Birinci A hərfi gəlməlidir. 11 dənə hərf var. 11 hərfdən çıxartdığımız bir hərfin A gəlməsi ehtimalı nə qədərdir? 11 bütün hallardır. 5 dənə də A hərfidir. Oldu mu? 11-də 5 oldu. Birinci A-nın çıxması. Sonra biri getdi. Qaldı 10 dənə hərf. İndi N hərfinin çıxması. Nə yazacağım bura? 10-da bəli 6. Sonra nə yazacağım? Üçüncü yenə A olacaq. Hərfin biri də getdi. Qaldı 9 dənə hərf. Və bunun biri A idi çıxartdığımız. 4 dənə bəli doğrudur. Və bunların hasilləri lazımdır bizə. Şimdi bunları ixtisar eləyək. Tamam yazdım 33'də 4. Bu da olur A bəndi.